Narmişniko bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. Bloger bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəlim yerim. Artıq necə yaşayacağımı bilmirəm. Qəlbimdə elə ağrı acı var ki, ölənədək qalacaq. İnanmaq, qəbullanmaq istəmirəm. Birinin məni bu yuxudan oyatmağını gözləyirəm. Ruhun şad olsun mənim həyatım, gözəl bacım, balaca balam. O əlavə edib ki, dəfn mərasimi 16 iyunda Gəncədə baş tutacaq. Oğuzda minik avtomobili ağaca çırpılıb, biri az yaşlı olmaqla ailənin 4 üzvü xəsarət alıb. Hadisə səhər saat 6 radələrində Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz şəhər sakini 35 yaşlı Fərhad Neymətoğlu Rızalı idarə etdiyi Hyundai markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Fərhad Rızalı və avtomobildə olan sərnişinlər 1961-ci il təvəllüdlü Şamama İbrahim qızı Rızayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rızalı və 2020-ci il təvəllüdlü şəxs xəsarət alıblar. Yaralılar Oğuz rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.